Dostlar salam. Her birinizi salamlayıram kanalımda. Hoş gelmişsiniz. Bugün sizin için istedim bir çəkiliş edim. Açım edim. Gəlin belə bir açım edək. Baxın görəyin. Alnınızdaki insan axıra qədər sizin həyatınızda qalacaqmı? Birinci, 3 variant olacaq həmişəki kimi. Gəlin birinci kartı. O insan necə insandır? Olsun. Ha. Onun hal-hazırki düşüncəsi, fikri sizlə əlaqəli. Və sonuç. Qısa belə suallar qoyuram dostlar. Baxın görəyin necə olacaq sizin münasibətiniz. Birinci variant budur. 2, 3, 1'ə yaşıl mələyi qoyuram. Belə mələklər var dostlar. Özüm tökürəm. Energetikdir. Energetikdir bunlar. İkinciyə bu mələyi qoyuruq qara. 3'ə də ağı qoyacağım. Kim hansı mələyi istəyir seçsin. Və mən birinci variantdan başlayıram. Ağlınızdaki insan axıra qədər sizinlə qalacaqmı? Birinci variantı tutanlar. Sizin həyatınızdakı, yəni çoxunuzun belədir, həyatınızdakı insan sıradan bir insan deyil. Aktiv insandır. Bəzilərinizə çox soyuqqanlıdır. Yəni bəzilərinizə də karmiçeski bir insandır. Yəni mütləq bu insan sizin həyatınızda olmalıydı. Həm yaxşı, həm bir pis rol oynaya bilər bu insan sizin həyatınızda və bundan əlavə də böyük bir dəyişikliklər edə bilərsiniz insanın sizin həyatınızda. 2 variant ola bilər. Birisi də yaxşıdır. Yəni güclü insandır. Çox güclü insan deyə bilərəm. Demirəm, yaxşı mənada, pis mənada da ola bilər, yaxşı mənada. Amma yəni sıradan bir insan deyil də. Nə fikirləşir, nə düşünür. Ujas. Bu insan dostlar, bax, bəzilərinizə bu insan tutula bilər. Yəni tutula bilər, həbs oluna bilər. Əsir düşə bilər. Bax, prosta variantları deyirəm, qeyri-adi kartlar çıxıb burada. Fikir verin. Dəhşətə gəlmişəm. Birinci variant, sizin həyatınızdakı insanı kimdir, tanıyırsınızmı siz vəbşi? Fikir verin. Smert. Zavisimist. Hansısa bir pis vərdişi də ola bilər bu adamın və yaxud da sizə elə bağlana bilər, sizi elə əsarətinə ala bilər. Yəni, qurtuluş yolunuz olmaya bilər. Belə də ola bilər. O həmin adamın özündən də ola bilər. Başa düşürsünüzmü? Qaroçi belə deyim də. Bəlkə də intihar da eləmək istəyib bu adam. Bəlkə də. Yəni, bu adamla belə deyim. Mən sizə belə bir karta baxaraq belə bir şey deyə bilərəm. Bu insanı yaxşı tanımaya çalışın. Yəni bu adamla sağ ikən ayrılmayacaqsınız. Nə axıra qədər bir yerdə olacaqsınız. Yəni ölənə qədər, nə də ki bu adamdan xilas ola bilməyəcəksiniz. Vallahi birinci variant, diqqətli olun. Tanıyın həyatınızdakı insanı. Qadın, kişi dəxli yoxdur. İkinci variant, həyatınızdakı insan sevgi verən insandır, hissiyatlı insandır, həssas insandır. Nə bilim. Sizin bir yerdə yolunuz da ola bilər harasa. Sizdən harasa getmək barədə düşünür. Və belə bir şey deyim, bu insan sizin axıra qədər bir yerdə olarmı? Bax, hal-hazırda ola bilsin, yaxşıdır vəziyyətdə. Yəni. Amma bu insan sizdən gedərsə ehtimal var.
böyük qüvvələr onu cəzalandıracaq və yaxud da sizə xəyanət eləyərsə də ola bilər, hansısa bir formada. Başa düşürsünüzmü? Mən burada da düzü çox diqqətli olmağınızı deyərdim. İnsanlar yeni təzə tanış olanda hamı özünün ən gözəl formasını özünü təqdim eləyir. Başa düşürsünüz dostlar? Yəni heç vaxtı heç kəsi ideallaşdırmayın. Həmişə baryer qoyun, məsafə qoyun. Bilin ki, bu insandır qarşımdakı, necə ki mən. Və o bizim hisslərimiz var. Hər an hər şey ola bilər. İnsan dəyişilə bilər, insan gedə bilər, başqasından xoşu gələ bilər. Bu variant heç kəs qarantiyası yoxdur. Ona görə də ideallaşdıranda kimsə həyatımızdan gedəndə və biz depressiyaya düşürük. Ona görə depressiyaya düşürük çox vaxtı. Heç kəsi ideallaşdırmayın. Tanımaya çalışın, burada belə deyə bilərdim. Axıra qədər bir yerdə olmağınızı dəqiq, yəni kart göstərmir, deyə bilmərəm dostlar. Şaşırsınız. Burada bu insan üçüncü variant tutanlar çox ruzili, çox bərəkətli insandır, həddindən çox və bunu özünü pulda maraqlandırır. Və bu insan sizin barənizdə nə düşünür? Düşünür ki, siz çox tələbkarsınız, çox istəyirsiniz. Pul, maddiyyat, nəsə tələblər eləyirsiniz. Çox belə düşünür sizin barənizdə. Düşünsə də siz axıra qədər bir yerdə olmaq ehtimalınız 99,9%. Başa düşürsünüz dostlar. Üçüncü variant. Özünüzü gözəl hiss edin. Hər şey yaxşıya tərəf gedir. Bax belə dostlar, indi bu kartdır. Hər halda kartlarla qərarlar verməyəcəksiniz, amma həyatınızdakı insanları tanımaya çalışın. İdeallaşdırmayın heç kəsi. Yəni bu həyatdır. Depressiyaya da düşməyin. Biz burada səyahətdəyik. Səyahətinizi maraqlı eləyin. Hər şey illüziyadır zaten. Başa düşürsünüz? Yuxuların illüziyaları. Yuxunun ayrı formasıdır bu. Bu dəqiqə biz yuxunun başqa bir formasındayıq. Ona görə də bacarıqca həyatınızı gözəl yaşayın, mehriban olun, nə bilim, kini-kidurəti, qəzəbi, qəmi unudun, xoşbəxt olun. Sağ olun dostlar. Yeni açımlar edəcəm.